Ölü götürmənin milli yönü. Ürəyinizdə günəş olsun, sayğılı soydaşlarımız. Uzun çağlar xəstəlikdən sonra amaldaşımız Ulusəs xanımın bacısı Nəsbə xanım aramızdan getdi. Buna görə mütləqə İnam Ocağı Ulusəs xanıma, Nərman bəyə, Polad bəyə, eləcə də bütün başqa yaxınlarına dərin hüzünlə başsağlığı verir. Nəsbə xanım ocağa bağlı idi. Onu ocağa bacısı Ulusəs yönləndirmişdi. Bir neçə yol ocaq toplantılarına qatıldıqdan sonra Asif atanın yoluna inanmış, bu yolun təbliğatçısına çevrilmişdi. Aktiv bir xanım idi. Hələ o çağlarda Ulusəs xanım Soylu Atalıdan xahiş etmişdi ki, Nəsbə xanımla görüşüb onu ocaq işlərinə qoşsun. O toplumsal xarakterli qadındır. Ocaq ideyalarının yayılması üçün çox işlər görə bilər. Elə də oldu. Ocağın xalqlaşması yönündən aktiv çalışmalarda bulundu. Toplantılara adamlar çağırır, gənclərə ocaq ədəbiyyatları paylayır, görüşlər təşkil edirdi. Öz əli ilə atanın rübailərini yazıb balaca kitabçalar düzəldirdi. Onları tanıdığı, tanımadığı toplumsal adamlara bağışlayırdı. Sonra xəstəlik bu işlərinə son qoydu. Bildiririk ki, xəstələnməsindən çox qabaq ocağın yükümlüsü Soylu Atalıya səs yazısı ilə son ərkini, vəsiyyətini yazıb saxlamışdı. Öz istəyi ilə ölümündə mollanın, dini ritualların olmamasını israrla xahiş etmişdi. O çağlar Soylu Atalı milli ruhda, ocaq tələbində ölü götürmə kurallarını kitab şəklində çap etdirmişdi. Nəsbə xanım cisminin ortadan qaldırılmasını, torpağa qoyulmasını, həmin kurallarla yerinə getirilməsini istəmişdi. Soylu Atalı amaldaşları ilə, eləcə də Nəsbə xanımın yaxınları ilə birlikdə onun son ərkini yerinə yetirdi. Öncə evində ocaq kuralları ilə törən keçirildi, sonra yenə ocaq kuralları ilə anasının, bacılarının uyuduğu Nardaran son evliyində, qəbristanlığında torpağa qoyuldu. Bu işdə bizə ortam yaradan Nəsbə xanımın oğlu Nərman bəyə, Nəsbə xanımın bacısı Ulusəs xanıma, Nəsbə xanımın qardaşı oğlu Polad bəyə sayğılarımızı bildiririk. Onu da deyək ki, bir neçə illər öncə bacısı Elmirə xanım da eyni kurallarla torpağa qoyuldu. Eyni halda baş daşında doğum-ölüm tarixi də ocaq gün sırası ilə yazılıb göstərildi. Sayğılı yurttaşlarımız, bu bir ulusal gələnəkdir. Addım-addım xalqın içinə yeriməyə başlayıb. Bu bir ulusal haqdır. Bir türk anasını öz dilində, öz ulusal gələnəkləri ilə uğurlamaq ulusal gərəklik, ulusal varoluşa qayıdışdır. Heç kimin bizi öz kimliyimizə qarşı zorlamağa haqqı yoxdur. Biz Asif atanın mütləqə İnam Ocağı olaraq bu işə başlamışıq. Bunu davam eləməyə qoşulmaq, ulusal ərdəmlik göstərmək gərəkdir. Ortaya iradə qoymalı, qeyrət göstərməli oğul qızlarımız bunu düşünməli, bu yöndə addım atmağın gərəkliyini anlamalıdır. Bu addım Azərbaycanda yaşayan bütün etnik toplumlarımıza da özgündür. Onlar bizdən ayrı deyillər. Bizimlə eyni aqibəti, eyni mədəniyyəti, eyni dəyərləri bölüşürlər. Azərbaycanda başqa xalqların, deyək ki, ərəblərin, rusların gələnəklərini yaşadıb özümlüyündən əl çəkmək işğal sürəcinin görsənişidir. İstər siyasi anlamda olsun, istər ruhani anlamda. Azərbaycanda yaşayıb başqa ölkələrin xalqlarının dilini,
gələnəklərini üstün saymaq, yumşaq desək, nankorluqdur. Özümüzdə güc tapıb, nankorluğumuza dur deməliyik. Atamız var olsun. Asif Atanın, İnam Atanın Mütləqə İnam Ocağı.